Roya Ravqızıdır. Prezident İlham Əliyev Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə qeyd olunub ki, artıq ənənəvi şəkil alan konqresin ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olması xüsusi məna daşıyır. Ulu öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr verib. Diqqətə çatdırılıb ki, indi ölkəmizdə ürək damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait var. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsinin sevindirici hal olduğu vurğulanıb. Ümidvaram ki, kardiologiyanın və ürək damar cərrahiyyəsinin aktual məsələlərinin konqresdə geniş müzakirəsi həkimlərimizin öz xarici həmkarları ilə əlaqələrini daha da mükəmmələndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcəkdir, deyə Prezident İlham Əliyev qeyd edib. Bəli, paytaxtda milli lider Heydər Əliyevin xatirəsinə həsr edilən Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub. Prezident Administrasiyasının Humanitar Siyasət, Diaspor, Multikulturalizm və Dini Məsələlər Şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısının 9-cu Beynəlxalq Konqresinin iştirakçılarına ünvanladığı müraciəti oxuyub. Əməkdaşımız Zeynəb Nadirova da tədbirin keçildiyi məkandadır. O bizi konqresin proqramı ilə tanış edəcək. Salam Zeynəb, buyur, sözü sənə ötürürəm. Vaxtınız xeyir olsun Rüya. Bəli, sözü gedən konqresdəyik və ən son məlumatları çatdırmağa çalışacağıq. Artıq səhər saatlarından başlayan ümumi lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqres öz işinə başlayıb. Qeyd eləyək ki, burada bir sıra mötəbər qonaqlar iştirak edir. Dünyanın 20 ölkəsindən 400-ə yaxın kardiyoloq, cərrah iştirak eləyir ki, bura aiddir. Amerika Birləşmiş Ştatları, Çin, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan və digər ölkələr və qeyd eləyək ki, dünyaca məşhur 2 kardiyoloq da burada iştirak eləyir. Onlarla bağlı da məlumat vermək. Dünyanın tanınmış kardiyologu Profesör Doktor David Taggart və eyni zamanda Yaponiyadan iştirak edən dünyaca məşhur Profesör Doktor Shigeyuki Azal da burada mötəbər fəxri qonaq qismində iştirak edir. Səhər saatlarından başlayıb və məqsəd nədən ibarətdir? Konqresin, yəni əsas məqsədi nədən ibarətdir? Qeyd eləyək ki, burada bir sıra dünyaca məşhur kardiyoloqların, eyni zamanda ürək damar həkimlərinin fikir mübadiləsi aparması, bir sıra yenilikləri bir-birləri ilə bölüşməsi və bu sahəyə öz töhfələrini verməsidir. İlk olaraq beynəlxalq belə deyək hissə başladı, əsas rəsmi hissə başladı. Artıq bir neçə dəqiqə öncə bədii hissəyə keçildi və təbii ki, burada həm Səhiyyə Nazirliyinin nümayəndələri, eyni zamanda Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyindən nümayəndələr, rəhbərlər iştirak elədi. Dünyaca qeyd elədiyimiz kimi bir sıra ölkələr iştirak edir ki, burada səfirlik nümayəndələri, eyni zamanda səhiyyə aləmindən kardiyoloqlar iştirak etdi və fikir mübadiləsi apararaq hər kəs öz çıxışında bildirdi ki, ürək damar xəstəlikləri ilə bağlı mübarizə çox mühüm, əhəmiyyətli bir şeydir. Çünki bu sahə üzrə təbii ki, hər kəs öz töhfələrini versə, bir sıra irəliləyişlər əldə etmək mümkün olacaq. Eyni zamanda qeyd eləyək ki, ötən gündə professor ekspertlərin iştirakı ilə həm rezidentlərə, cərrahlara, eyni zamanda tibb bacılarına müəyyən kurslar keçirildi, görüşlər keçirildi. Bugün isə əsas hissədir, sabah da davam eləyəcək, yəni 2 gün davam eləyəcək bu konqres və konqresdə əsasən elə vurğulayaq ki, Türkiyədən də nümayəndələr iştirak edir ki,